2025-ci ildə dünyanın ən gənc milyarderi titulu isə Alman əsilli Johannes von Baumbach'a məxsusdur. O, cəmi 19 yaşı olmasına baxmayaraq 5,6 milyard dollar sərvəti ilə Forbes siyahısında önə çıxır. Lakin digər zəngin gənclərdən fərqli olaraq Johannes'in heç bir ictimai görüntüsü yoxdur, sosial mediada hesab açmayıb və mediaya açıqlama verməyib. Bu da onun ətrafında böyük bir sirr pərdəsi yaradır. Johannes von Baumbach'ın sərvəti Almaniyanın ən böyük özəl eczaçılıq şirkətlərindən biri olan Boehringer Ingelheim'dən gəlir. Şirkət 1885-ci ildə Albert Boehringer tərəfindən təsis olunub və bugün diabet, koah, ağciyər xəstəliyi və qan laxtalanmasının qarşısını alan preparatlarla dünyada tanınır. Şirkət haqqında paylaşılan məlumata görə 2023-cü ildə şirkətin gəliri 25,6 milyard avro olub. Dünyada 53 min nəfərdən çox işçisi çalışır. Baş ofisi isə Almaniyanın Rheinland-Pfalz bölgəsində yerləşir. Statistikaya görə dünyada milyarderlərin cəmi 12% 50 yaşdan aşağıdır. 30 yaşına çatmadan milyarder olanlar isə dünya miqyasında çox nadir sayılır. Bu səbəbdən Johannes von Baumbach xüsusi kateqoriyaya daxildir.